dövrlərdə belə bir termin sosial şəbəkələrdə çox aktiv olub və psixoloqların da terapiyada istifadə etdikləri metodlardan biridir. İnsanın özü ilə münasibətini düzəltmək, yəni özünə qarşı olan sevgini artırmaq, özü ilə davranışlarına müdaxilə etmək. Əslində çox gözəl bir metoddur və mən də seanslarda əksər hallarda bu metoddan istifadə edirəm. Çünki bilirəm ki, bir insanın özünə qarşı olan münasibəti necədirsə, ətrafını da o şəkildə görür və ətrafa qarşı olan münasibəti də bundan tənzimlənir. Bu, öz sevgi anlayışıdır. İnsanın özünə sevgi göstərməsi, hörmət eləməsi, diqqət yetirməsi, bütün bunlar hər biri onun daxilindədir. Özünə dəyər verməsi. Amma bəzi insanlar sorğu aparan zaman özünə dəyər verdiyini qeyd edir. Lakin həqiqətdə onun özünə dəyər vermədiyini müşahidə edirik. Necə müşahidə edirik? İnsan özünə bəzən özü fərqində olaraqdan, bəzən də fərqində olmadan bəzi zərərli davranışları tətbiq edir. Bir insanın özünə sevgi göstərmədiyinin bəzi əlamətlərini bu gün mən danışacağam. Yəqin ki, bu videonu izləyən bəzi şəxslərdə də ola bilər. Bəlkə də fərqində ola edirsiniz, bəlkə də fərqində olmadan bu davranışları siz də yerinə getirirsiniz. Bu gündən sonra həmin davranışları dəyişdirməyin zamanıdır. Mən hər zaman düşünmüşəm ki, insan əslində özü özünün düşmənidir. Biz ancaq özümüz özümüzə düşmənlik edirik, başqaları bizim üçün düşmən deyil. Bunu niyə görə deyirəm? İndi bu videoda açıqlayacağım bəzi məqamlar sizi də düşündürəcək və mənim nə qədər haqlı olduğumu müşahidə edəcəksiniz. Əks fikirlər də yarana bilər və bu fikirləri də mənimlə bölüşməyinizi çox istəyərəm. Baxın, özünə sevgi anlayışı çox mürəkkəb bir anlayışdır və mən özüm də düşünürəm ki, tam şəkildə mənim özümə qarşı sevgim yoxdur. Bunu Carl Gustav Jung'un kölgə anlayışından izah edə bilərik. Hansı ki, Jung belə düşünür ki, insanın özünlə üzləşmək istəmədiyi, yəni kölgə tərəfləri var. Biz özümüzdə olan müsbət bildiyimiz xüsusiyyətləri qəbul edirik, təqdir edirik, görürük. Amma içimizdəki o kölgə tərəfimiz, hansı ki, hər bir insanda bu mövcuddur, onu görməzdən gəlirik. Bəzən o üzə çıxan zaman və yaxud da başqa insanlarda bizim kölgə tərəfimizi gördüyümüz zaman geri çəkilirik və yaxud da onu mübarizə aparmağa başlayırıq. Onu qəbullanmaq istəmirik. Və bir insan o zaman bütün olur, o zaman özünə sevgisi olur ki, insan öz kölgə tərəflərindən qarşılaşır, onları qəbul edir. Özünə sevgi göstərmək anlayışı təkcə özünə diqqət yetirmək, özünü bəyənmək, öz müsbət xüsusiyyətlərini görməkdən ibarət deyil və yaxud da digər insanlara yaxşı görünmək üçün özünü mədəni aparmaq da deyil. Özünə sevgi göstərmək, özünü bütünlüklə qəbul etməkdir və öz sağlamlığına, öz dəyərlərinə, düşüncələrinə, öz psixoloji vəziyyətinə diqqət yetirməkdir, qayğı göstərməkdir. Biz bəzən düşünürük ki, biz uşaqları sevirik, onlara diqqət göstəririk. Ata-analar da uşaqlarını sevir. Əslində sevgi onların daxilində olan bir hissdir. Bu davranışlara da müəyyən qədər yansıyır. Bəzən isə ata-ana fərqində olmadan övladlarını sevdiklərini düşünürlər, amma onlara zərərli ola biləcək bir davranışları tətbiq edirlər. Biz özümüzə qarşı belə davranırıq. Özümüzü sevdiyimizi düşündüyümüz təqdirdə özümüzə zərər verən davranışları edirik şuursuz olaraq. Bu da özümüzə verdiyimiz bir cəza metodudur əslində. Həmin davranışlardan biri təbii ki, günümüzdə bir çox insanların da əziyyət çəkdiyi sağlam qidalanma mövzusudur. Hansı ki, insanlar fast foodlardan, şəkərli qidalardan və yaxud da aşırı yağlı və insan sağlığına zərərli ola biləcək digər qidalardan istifadə edirlər. Qida rejiminin pozulması, qidalanmada zərərli qidalardan istifadə və s. bunlara daxildir. Siz öz sağlamlığınıza, öz bədəninizə diqqət göstərmirsinizsə, davamlı olaraq zərərli qidalardan istifadə edirsinizsə, əslində bu da özünüzə şuursuz olaraq bir cəza verdiyinizin göstəricisidir. Bir insan sevdiyinə niyə cəza versin ki? Hər bir məsələ yuxu rejiminin pozulmasıdır. Yuxusuzluq insan psixologiyasına da çox ciddi şəkildə təsir göstərir. Həm psixoloji baxımdan, həm də fiziki sağlamlıq baxımından yuxu insan həyatı üçün çox vacibdir. Əgər biz yuxumuza diqqət yetirməsək, yuxu rejimimizi pozmağa çalışsaq, saat 1-ə, 2-yə qədər və yaxud da 3-ə, 4-ə qədər gecə saatlarında telefondan istifadə edib orada müəyyən videolar izləsək, təbii ki, bu da özümüzə qarşı olan ən böyük cəzadır. Özünə qarşı cəza etdikcə insan özündən uzaqlaşmağa başlayır və öz sevgisi də azalır. Buna görə də ilk edəcəyimiz hərəkət yuxu rejimimizin və qidalanmamızın rejimə düşməsidir. Digər bir özümüzə qarşı etdiyimiz haqsızlıqlardan biri fiziki cəhətdən sağlam olmağımız üçün idman hərəkətlərini etməməyimizdir. Hansı ki, düzdür, bəzən tənbəllik edirik, mən özümdə buna razıyam.
heç bir hərəkətlə məşğul olmaq istəmirik. Ancaq evdə dincəlmək istəyirik. Bu da əslində özümüzə zərər verdiyimizin göstəricisidir. Bir daha cəza verdiyimizin göstəricisidir. Amma durub ən azından ev şəraitində nələrsə etməyə çalışsaq və yaxud da özümüzə zaman ayıraraq yürüyüş etsək, bədənimizi hərəkət etdirəcək müəyyən fəaliyyətlərlə məşğul olsaq, yenə də öz sevgimizin artdığını göstərir. Biz idman hərəkətlərindən sonra özümüzü aktiv, enerjili hiss edirik. Əslində bu bir tərəfdən bədənimizdə müəyyən hormonların ifraz olunması nəticəsində gələn bir duyğudur. Digər tərəfdən isə özümüzə verdiyimiz dəyərin bir sevincidir. Mən başa düşürəm, insan beyni daim neqativlərə fokuslandığı üçün biz pozitiv düşünmək üçün müəyyən qədər enerji sərf etməliyik, müəyyən qədər biliyimiz olmalıdır ki, düşüncələrimizi necə yönləndirək. Amma bunları öyrənmək, tətbiq eləmək öz əlimizdədir. Yəni biz istəsək bunları edə bilərik, bacara bilərik. Buna görə də bacardığımız qədər özümüzü inkişaf etdirməliyik. Biz neqativləri niyə düşünürük? Neqativləri ona görə düşünürük ki, gələcəkdə özümüzü ən pisinə layiq bilirik. Digər bir məsələ, keçmişdə güvənsizlik yaşamışıqsa, həyatda gözlənilməz mənfi hadisələrlə qarşılaşmışıqsa, davamlı olaraq beynimiz bizi müdafiə eləmək üçün neqativ düşüncələr gətirir ki, bədənimiz və psixoloji vəziyyətimiz ona hazırlıqlı olsun. Amma bunu dəyişdirmək sənin öz əlindədir. Digər bir sevgi göstəricisi əsəb duyğusunu və aqressiyanı idarə etməkdir. Əsəb və aqressiyanı idarə etmək, düşünürəm ki, insanın çox böyük bir bacarıq tələb eləyir. Bəzi insanlar öz aqressiyasını idarə etməkdə çətinlik çəkir və bu onun davranışlarında kəskin şəkildə özünü göstərir. Amma bunu idarə etməkdə çətinlik çəkən insanların əksəriyyəti psixoloqa müraciət edir. Və mənim hazırda çalışdığım aqressiyaya görə gələn insanlar var. Onu qeyd edeyim ki, aqressiya özü çox şaxəli bir mövzudur və demək olar ki, insanın həyatında zədələndiyi hər bir şeydə aqressiya özünü göstərir. Ona görə də aqressiya ilə müraciət edən şəxslərdə çox şaxəli terapiya aparmaq daha məqsədə uyğundur. Oradakı səbəblər bir-bir aydınlaşdırılmalıdır ki, aqressiyanın idarə edilməsi üçün asan olsun. Özümüzə sevgi göstərdiyimizin əsas göstəricilərindən biri həyatımızda digər insanlara qarşı nifrət, kin duyğusu bəsləməməkdir. Hansı ki, biz birinə qarşı nifrət, kin bəsləyən zaman beynimizdə mənfi duyğuların yaranma ehtimalı çox yüksək olur. Düşünün ki, siz bir insana qarşı mənfi duyğular bəsləyirsiniz. O insanı düşünən zaman ağlınıza nə gəlir? O insanı düşünən zaman ümumiyyətlə ağlımıza neqativ düşüncələr gəlir və bədənimizdə mənfi bir duyğular yaranır. Niyə görə mən başqasına görə öz bədənimdə, öz düşüncələrimdə mənfiliklər müşahidə etməliyəm? Niyə görə özümü başqa insanlara görə pis hiss etməliyəm? Mənə qarşı kiminsə haqsızlığı ola bilər. Kimsə mənə qarşı yanlış ifadələr işlədə bilər. Amma bu mənim ona qarşı özümdə nifrət yaranmağıma əsas deyil. Yəni qısacası, öz sevgi heç də özünə gedib bahalı alətlər almaq, bahalı əşyalar almaq, restoranlara getmək, səliqəli geyinmək demək deyil. Öz təmizliyinlə məşğul olmaq demək deyil. Bunlar da var, amma əsas olan bu sadaladığım məqamlar idi ki, bunlar bizim öz sevgimizin göstəricisidir. Və bir insan nə qədər özünə sevgi göstərirsə, bir o qədər başqa insanlara qarşı fikirləri də müsbət olur. Bizim dünyaya qarşı, insanlara qarşı mənfi düşüncələrimiz varsa, bilin ki, bu bir o qədər də öz daxilimizin xaricə yansımasının bir göstəricisidir.